Salamlar vaxtınız xeyir. Bugün Steam'dən pulsuz oyunlar necə yükləmək olduğunu göstərəcəm. Yəni pulsuz dediyim əslində pullu olub da endirimə düşmüş oyunları necə tapacağınızı göstərəcəm. Bunun bir çox üstünlükləri var. Yəni ilk növbədə yəni oyunsuz oynamasanız belə hesabınıza hər hansı bir belə pullu oyunları pulsuz formada yükləyib sonra onu sayı hesabsız satıla bilərsiniz. Məsələn, mənim dəfə hesabımın dəyəri $2000-dan yuxarı kimi hesablanır. Ya məsələn, mən bir çox oyunlar var ki, bunların əksəriyyətini mənim hətta ikinci hesabımdır. Yəni mənim başqa hesabımda bu. Aslında orada pulsuz düşən oyunlar burada yükləyirəm, orada yükləyirəm. Yəni eyni formada belə deyil. Ancaq belə bir hissiyatı var ki, məsələn $2000 göstərilir, orada hesab məsələn $1200. Ancaq halbuki belə bir şey var ki, həm oyunu belə deyil, yəni həmin hesabı satmaq istəsəm mən daha ucuza gedəcək. Çünki burada məsələn oyunun profilində daxil olana burada bəzi nüanslar var ki, məsələn rozetlər bizə baxılır, nə bilim, bilavasitə oyun sayı bizə baxılır, indi ekran görüntüdə. Yəni burada aktivliyi bizə baxılaraq belə deyim, sizin hesabınıza dəyər biçilir. Yəni ona görə də bu üçün nüanslara diqqət etmək lazımdır. İndi ilk növbədə belə deyək. Məsələn, biz pulsuz bir oyun axtarırsa nə etməli? Birinci axtarış bölməsinə daxil oluruq. Adi axtarışa bastıq, heç bir şey yazmadan. Burada oynaması ücretsiz gizləyirik və indirimləri etkinlikləri aktiv edirik. Bunu da qiymətli salıb ən aşağı. Gördüyünüz ki, məsələn, mən bunu artırmışam. Bura gəlir müəyyən bir oyunlar düşür. Yəni burada çalışın, mən bunu öncədən elədim, ayarlara görə belə göstərir. Məsələn, İngilizcə seçəndə gördüyünüz məsələn, xəlabi oyunlar gəlir. Daxil olursa, bunu artırırsınız. Məsələn, bunun qiyməti 1.39-da, halbuki bu dəfə mən də onu pulsuz əldə etmiş oldum. Burada DLC paketlər var. Çox pisdir ki, məsələn, bu DLC paketləri bu oyunun özü məndə yoxdursa, bilavasitə mən bunu artıra bilməm. Mən məsələn eləmək istədikdə deyək, məsələn, bu məhsulu yükləyə bilməm. Çünki bu oyunun əsası bizdə yoxdur. Ona görə də nə edirik? Məsələn, əgər yenə də baxmağınızı məsləhət görürəm. Çünki məsələn, əgər burada oyun endirilmişsə, məsələn, bir dəqiqə bu 50% endirimdədir. Yine diğer oyunlara baxmağınızı məsləhət görürəm. Çünki bəzən pulsuz oyunlar da DLC'sini havaya verir. Yəni buna görə də diqqət etməyimiz olan əsas məqamlardan biri budur. Məsələn, eyni oyunmuş, özürlüsən. Məsələn, bu nədir? Bu başqa oyuna aiddir. Bu başqa oyuna aiddir. Məsələn, bu nə oyundur? Bunun qiyməti $11. Məsələn, bu oyun varsa, bu DLC paketində pulsuz formada götürə bilirsiniz. Ya bu qədərdir. İlkin olaraq da məsələn bir dəqiqə əlavə bir şey də göstərmək istəyirəm. Məsələn, Halloween yaxınlaşır indi. Halloween-ə görə məsələn bəzi oyunlarda endirimlər də olur. Bilavasitə məsələn bura daxil olub, buradan baxmağınızı daha çox məsləhət görürəm ki, məsələn $1-dan aşağı olan oyunları məsələ yükləyə bilərsiniz. Məsələn, mən çoxdan gözəl istek listemdə gördüyünüz kimi X'də istek listemdədir. Bu qiymətləri absurd dərəcədə çox. O da nəyə görə çox deyirəm, indi demək istədiyimi yaxşı başa düşəcəksiniz. Çünki 18% dəyər vergisi olduğuna görə biz bu oyunu yükləmək istədiyimizdə əlavə olaraq da müəyyən bir komissiya ödəmək məcburiyyətində qalırıq. O biraz pisdir. Eyni formada məsələn istek listemizə daxil olanda burada fiyata görə dəyişsəz, burada məsələn endirimə düşmüş oyunları məsələn hamısını görə bilərsiniz. Bir dəqiqə endirim olan heç birində yox. Bu oyunlar yəni oynamaq istəyirəm, amma çox da belə pul verməyinə dəyməz kimi artırmışam burada açığı. Ona görə məsələn daha çox böyük endirim olmasını gözləyirəm. Bu da $3 düşüb. Bunu da məsələn o qədər çox istəmirəm oynamaq. Çünki zaten bir oynadığım bir çox oyun var. Daha çox da necə deyərlər, köhnə oyunlar oynadığıma görə hələ ki buna bir belə deyim, necə deyərlər, yəni endirimdə olmasını gözləyirəm, daha çox böyük endirimləri gözləyirəm. Hal-hazırda yəni elə böyük bir endirim yoxdur. Yəni 99%, 90% endirimlər olduğu vaxt olur. Yəni halbuki yəni o qədər də olub-olmaması önəmli deyil. Yəni məsələn, rastda endirim olsa 90% mən bunu göydə alarım. Bir ara olmuş və hətta pulsa düşmüşdü. Yəni heyf ki mən onu çatdıra bilmirəm. Daha doğrusu biraz işlərim yoğun olduğu üçün yükləyə bilmədim. Ona görə tez-tez daxil olub nə şəkildə endirimdə bu pulsuz olan oyunları tez-tez yoxlamağı yaddan çıxartmayın.
Steam hesabı sən belə deyim, rəsmi formada istənilən bir cihazı keçəndə qaldığınız yerdən davam edə bilirsiniz. Steam'dən də küçüklərindən də. Digər bir yandan da mənim xoşuma gələn digər bir funksiya, yəni belə deyək, sata bilərsiniz hesabınızda, yəni çünki çox ucuza da getmir. Məsələn, mən bundan öncə ikinci hesabımı məsələn 200 dollara satdım. İçərisində Call of Duty 1, 2, 3, 4 və Black Ops daha doğrusu 1, 2, 3, 4, 5 hamısı var idi demək olar. O səbəbdən o qədər baha getdi. Eyni ilə də məsələn içərisində Battlefield'ın bütün versiyaları var. Battlefield'ı option bütün pəkinə, yəni bütün hamısına, seriyalarının hamısına hardasa 10 dollar verdim. Bütün yəni Battlefield 5'e qədər idi səfərlərimdənsə hamısını birlikdə götürdüm. Cəmi ümumən 10 olmadı. Call of Duty'nin daha bütün pəkini birlikdə götürdüm. Infinity var, nə bilim içərisində Modern var, falan hamısı içərisində birlikdə cəmi ümumən 20 dollar idi. Medal of Honor'da köhnə olsa belə girib daxil götürdüm. Hətta məndə Call of Duty'nin 2003 versiyası var. Bu çox hesabda yox. Əsas çox dəyərlidir. Çünki Steam'dən çıxardılıb oyun. Yəni mağazasına daxil olsanız tapa bilirsiniz, ancaq mən onu çoxdan almışam və belə deyim, hal-hazırda Steam'də yox. Yəni silinib və bunu siz satdığınız zaman bunu qeyd etdikdə avtomatik hesabınızın dəyəri daha da artır. Ciddi mənada artır. Məsələn bu oyun, məsələn Call of Duty, adi Call of Duty'dur. Yəni heç bir şeysiz ilk versiyadır. Mağaza səhifəsinə məsələn daxil oluruq. Mağaza səhifəsi belə çıxır. Ancaq məsələn ayrıca bura mən yazsam ki, məsələn burada olan Call of Duty başqa Call of Duty var. Call of Duty 2 var, amma Call of Duty'nin özü yox. Məsələn buna girdik, Call of Duty yazılan bu pulsuz da olsa, bunu siz kitabxanada açıra bilərsiniz, pulsuz bir oyun. Yəni bu necə deyirlər, Battle Royale, çox oyunçulu kimi PvP falan, yəni bir vasitə pulsuz versiyası. Zaten oyun içərisində satmalardan qəşəngə pul tuturlar. Sadəcə mən sevmirəm bunu. Nəyə görə? Və mənə görə Battlefield canlı ürəkdədir. CS2 deyərdim ki, bunların arasında ən böyük hoşuma gələn oyunlardan biridir. Hətta CS2 yox, bilavasitə CS-in özü 1.2 olmalıydı. Səhv eləmirəmsə məndə, yoxsa 1.7 yadımda deyil. Burada yükləmişdim. Yəni bu şəkildə. Əlavə sualınız olsa, Steam'lə bağlı hər hansı və ya belə deyim, maraqlı bir sualınız olsa verə bilərsiniz. Əlbəttə köməkli göstərməyə çalışaram. Onu da qeyd edim ki, bu qədər canlı yayında həm OBS video çəkirəm. Yəni çünki canlı yayında soruşan olur ki, öz-özünə və ya bizim soruşmadığımız şeylər niyə cavab versin? İlk növbədə zaten canlı yayında olduğumuz üçün canlı yayında OBS-dən həm canlı yayımı verirəm, həm də ki, belə deyim, bilavasitə video qeyd götürürəm. Eyni ilə də bəzi videolar niyə paylaşdıq? Zaten baxış olmalısa, zaten mən bunu baxış üçün eləmirəm. Yəni bunu təkrar qeyd etmək istəyirəm ki, mən bunu baxış üçün etmirəm. Sadəcə olaraq ətrafımda dostum, tanışım, mənim üçün 5 nəfər üçün də kifayətdir ki, o video ayrı-ayrı 5 nəfər izah etməyin əvəzində bir video çəkib göndərim özünə və ya deyim ki, YouTube-da var, gir bax mənim kanalımda. Çoxu da məni izləyir, məsələn, ətrafım məni izləyir. Məni izləyən ətrafım məni kifayət edir. 5 nəfər də olsa məni kifayət edir. Hər birini ayrı-ayrı izah etməyin əvəzinə bilavasitə video içərisində bunları yerləşdirir. Yəni bu qədər, bütün bu qədər olacaq. Əlbəttə bizim canlı yayımız davam edəcək. Biz 60 Parasect oynayacağıq. Yəni ona görə də bunu hal-hazırda burada saxlayaq, biz qayıdaq oyunumuza.